şuur altında caduya və lənətə açıq kodlar var. Misal, insanda öz günahlandırma proqramı aktivdirsə, yəni səndə özünün günahkarlıq hissi varsa, tez-tez olursa və o proqram varsa, sən caduya açıq birisən. Hə, yəni nə negativin varsa, Ayso, biz onu bağlayırıq ki, ta təsir eləməsin sənə. Yəni loru dildə deyim, hal-hazırda bu otağa daş atsalar hardan atarlar? Havalandırmadan, deyə kondisionerdən, şüşədən. Biz o nöqtələri qapıyırıq ki, gəlməsin. O da nədir? Özünü günahlandırmadır, genetik olaraq ötürülən mən dəyərsizəm və lazımsızam inanclarıdır. Çünki o elə bir o gələn negativ sənin zaafını axtarır ki, oradan daxil olsun sənə. Və illa ki o harada oradan daxil olacaq. Əgər səndə dəyərsizlik var, hamısı tamdırsa, o sən cadu olandan sonra bütün gün özünü dəyərsiz hiss eləyəsən.